həyatda qalmağa fokuslanır bu duyğular. Bu duyğu və insan orqanizmi qorxu sayəsində elə bir səviyyəyə çatır ki, ürək döyüntüləri yüksəlir, göz bəbəkləri genişlənir, diqqət artır və sən sadəcə fokuslanırsan ki, həmin qorxduğun maneəni necə aşa biləsən. Digər vəziyyət isə panik atakdır. Panik atak da yenə özünün növbəsində həyəcanla müşahidə olunur. Ancaq panik atakın ortaya çıxması üçün hər hansısa bir səbəbə ehtiyac yoxdur. Bu hiss qəfil gəlir, intensiv şəkildə, yəni çox güclü duyğular şəklində insan bədəninə saniyələr içində hökmran olur. Və bu zaman sən ürək döyüntülərini artır, sən tərləyə bilərsən, ürəyində, sinə bölgəndə sıxılma, sanki öləcəkmişsən kimi qorxular, duyğular yaşamağa başlayırsan və bu çox qorxunc səviyyələrə çata bilər. Buna adətən beynin duyğularla və emosiyalarla bağlı olan hissələrinin, həmçinin qorxu ilə olan hissələrinin patolojik şəkildə hiperaktiv